Aşağıda demək, dünənki dərsimizdə, bundan qabaqçı dərsimizdə 16.1 ilə tanış olduq. 16.1-də informasiya təhlükəsizliyi haqqında ümumi məlumat verir. Bu müstəqil qiymətləndirmə tapşırıqlarını vermişdim işləməyə. Bunlar 16.2-ni də yazarsınız, ümumiləşdiricini də yazarsınız, ondan sonra hamısına bir yerdə baxarıq. Demək, informasiyanın qorunması, ziyanverici proqramlarla tanış olduq. Bugünkü dərsimizdə 16.2 demək, kibercinayətkarlıq və kriptoqrafiya haqqında danışacağıq. Ümumiyyətlə, kibercinayətkarlıq nədir? İnformasiya texnologiyalarından, kompüter vasitələrindən və digər qurğulardan istifadə etməklə elektron dünyada, virtual dünyada cinayətlərin törədilməsidir. Bu cinayət hansı cinayət ola bilər? Tutaq ki, hakerlikdən istifadə edərək pis niyyətli şəxslərin hər hansı bir şəxsin məlumatlarını oğurlayıb özlərində saxlamaq və lazım olduqda istifadə etmək üçün yerinə yetirdikləri cinayətlərdir və yaxud da digər deyək ki, məlumatları oğurlamaq olmasın və yaxud da bir dövlətin digər bir dövlətə haker hücumları nəticəsində verdiyi ziyanlar kimi də başa düşmək olar. Ümumiyyətlə, haker termini əvvəllər kompüteri yaxşı bilən, əməliyyat sisteminin nüvəsi ilə işləməyi bacaran, kompüterdə olan boşluqları tapıb arada qaldıran şəxs adlanırdı. Yəni, belə kompüterdən yaxşı başı çıxan. Ondan sonra bundan pis niyyətlər üçün istifadə olunmağa başlandı. Yəni, tutaq ki, əməliyyat sisteminin nüvəsi ilə işləməyə bacarırsa, artıq kiminsə kompüterinə müdaxilə edib, həmin divarı qırıb, şifrəni qırıb, kompüterə daxil olub, orada olan məlumatları oğurlursa, artıq bu pis niyyətdir. Orada olan boşluqları tapıb aradan qaldırmaq yaxşı niyyətdirsə, orada olan səhvləri tapıb aradan qaldırmaq yaxşı işdirsə, məlumatları oğurlamaq pis niyyət olduğundan artıq 80-ci illərdə haker termini yerinə 80-ci illərdən sonra daha doğrusu digər terminlərdən istifadə olunmağa başlandı ki, digər terminlərdən biri krakerdir, bir də script kid, yəni senari uşağı. Bu kimi ifadələrdən istifadə olunmağa başlandı. Yəni, haker termini pis niyyətli şəxslərin istifadə elədiyi üsullara yönəldir. Yəni, artıq haker dedikdə pis niyyətlər üçün, cinayətlər üçün törədilən haker termini, yəni kibercinayətkarlıqda istifadə olunan termin kimi başa düşülməyə başlandı. Ona görə də script kiddən və krakerdən istifadə olundu. Script kid və hakerlərin utilitlərindən istifadə edir, amma hakerlər qədər bilgiyə sahib deyil. Bu utilitlərdən istifadə edərək müəyyən təhlükəsizliyi, hansı bir sistemdə təhlükəsizliyi qıra bilirlər. Yəni, daha az məlumata sahibdirlər. Kraker isə demək, hakerdən, bunlar da hakerdən biraz geri qalırlar. Bu da daha, belə deyək də, yaxşı niyyətlər üçün istifadə olunan termindir. Bu da, deyək ki, əməliyyat sisteminin nüvəsi ilə işləməyi bacarır, deyək ki, hər hansı təhlükəsizlik tədbirini qırmağı bacarır, digər divarı, təhlükəsizlik divarını qırmağı bacarır, amma boşluqları tapıb, deyək ki, hər hansı sistemdə olan boşluq, əsas vacib işi yerinə yetirə bilmir. Heç boşluğu tapıb onu həll edə bilmir. Bu da hakerdən geri qalır, amma yaxşı, deyək də, mənada istifadə olunur. Ümumiyyətlə,
Bunları dedik ki, Scripy Kid, Cracker, bir də Hacker. Yəni bu şəkildə təsnif olunur. Scripy Kid bu ikisinin arasında qalır. Ondan sonra piratçılıq haqqında danışa bilərik. Piratçılıq nədir? Hər hansı bir proqram məhsulunun bunun hüququ sahibinin icazəsi olmadan üzünün yayılması, yəni kodlanıb köçürülməsi, proqram təminatı piratçılığı və yaxud da kompüter piratçılığı adlanır. Burada müəlliflik hüququ dedikdə hər hansısa bir şəxsin deyək ki, bir ədəbiyyat, incəsənət və yaxud da bir əqli mülkiyyəti başa düşür. Bu da nədir? Tutaq ki, kiminsə hər hansısa bir sahədə ixtirası bunun əqli mülkiyyəti hesab olunur. Bunun da tutaq ki, kopyalanmaması üçün, üzünün köçürülməməsi üçün və yaxud da başqa bir şəxs tərəfindən şəxsləşdirilməməsi üçün müəlliflik hüququndan istifadə olunur. Müəlliflik hüququnu bildirmək üçün çevrə içərisində C və yaxud da mötərizə içərisində C işarəsindən istifadə olunur. Bunu qeyd edərkən bu işarə müəllif hüququnun adı və ilk yaranma tarixi qeyd edilir. Bu baxımdan, yəni müəlliflik hüququ baxımından proqram təminatı da bir neçə cür təsnif olunur. Proqram təminatı dediyimiz, yəni bütün bildiyimiz proqramlar, kompüterdə istifadə olunan proqramlar müəlliflik hüququnun baxımından müxtəlif cür təsnif olunur. İctimaiyyətə məxsus proqram təminatı var, ödənişsiz proqram təminatı, şərti ödənişsiz proqram təminatı, özəl proqram təminatı, bir də ticari proqram təminatı. Ticari proqram təminatı adından da məlum olduğu kimi gəlir əldə etmək üçün istifadə olunan proqram təminatıdır. Tutaq ki, kimsə həmin proqramı yazır, o proqramın üzərindən pul qazanmaqda. Özəl proqram təminatı mülkiyyət hüququnun, yəni şəxsi proqramı olduğunu bildirən proqram təminatı. Yəni bu hər hansı bir şəxsə aid. Tutaq ki, bundan yalnız özü istifadə edir. Bundan sonra şərti ödənişsiz proqram təminatı, ödənişsiz proqram təminatı. Bunlar arasındakı fərqlər nədir? Ödənişsiz proqram təminatı müəlliflik hüququ ilə qorunmur, yəni müəlliflik hüququ yoxdur və sərbəst üzü köçürülə bilir. Şərti ödənişsiz proqram təminatı, belə deyək, yox, bu ictimai proqram təminatı. Böyle ictimai proqram təminatında sərbəst üzü köçürülə bilir və müəlliflik hüququ ilə qorunmur. Ödənişsiz proqram təminatında müəlliflik hüququ ilə qorunur, sərbəst yayıla bilir. Şərti ödənişsiz proqram təminatında isə ümumiyyətlə ilkin kodu da daxil olmaqla tam sərbəst yayılır. Yəni şərti ödənişsiz proqram təminatı ilə ödənişsiz proqram təminatının fərqi orasındadır ki, şərti ödənişsiz proqram təminatında ilkin kodda belə müəlliflik hüququ və yaxud da üzün köçürülməsinə qadağa qoyulur. Bu müəlliflik hüququ üçün müəlliflik hüququ baxımından proqram təminatının təsnifi idi. Ümumiyyətlə bayaq hakerlik haqqında danışdıq. Haker, cracker, Scripy Kid. Bunlar nədən yanadır? Bunlar deyək ki, icazəsiz hər hansısa bir sistemə müdaxilə eləmək, orada sistemi qırmaq, verilənləri oğurlamaq, casusluq eləmək, lazım cəlblikdə istifadə eləmək üçün istifadə olunur. Bəs bunun üçün biz hansı tədbiri görə bilərik? Bunun üçün şifrələmədən istifadə olunur. Şifrələmə də iki cürdür. Bir simmetrik şifrələmə, bir də asimmetrik şifrələmə. Ümumiyyətlə, şifrələnmə ilə məşğul olan sahə
kriptografiyadır. Kriptografiya, kripto. Gizli deməkdir, kriptos, kripto. Grafiyada yazı, yəni gizli yazı mənasındadır. Bir var simmetrik, bir də var asimetrik. Simmetrikdə bir dənə yalnız qapalı açardan istifadə olunur. Yəni bir dənə açar var. O həm şifrələyir, həm də deşifrələyir. Yəni həm şifrələməkdən yanadır, həm də şifrəni qırmaqda, açmaqdan yanadır. Belə deyim. Buna nümunə olaraq Sezar şifrələmə üsulunu göstərmək olar. Sezar şifrələmə üsulunda bunlarla bağlı məsələlər də biz eləyəcəyik. Sezar şifrələmə üsulunda tutaq ki, bu arada ingilis əlifbası verilir. İngilis əlifbasına uyğun Sezar şifrələmə üsulu gedir. 1-32 aralığında hər hansısa bir ədəd götürülür. Bu əmsal adlanır. Bu əmsal deyək ki, yəni normalda K götürülür, yəni başqa da nəsə götürülə bilər. Deyək ki, K bərabərdir 1-33 arasında bir ədəd 10. Bu nə deməkdir? Verilmiş tutaq ki, söz və yaxud da ifadə deyək ki, 10 addım saat əqrəbi istiqamətində hərəkət edəcək. Saat əqrəbi istiqamət dediyimiz nədir? Sağ tərəfə. Bunlarla bağlı misallara da baxacağıq. Tutaq ki, informatika sözü verilir. İnformatika sözünü deyək ki, K bərabərdir 5 olduğu halda şifrələyin. Bu nə deməkdir? İ-dən sağda 5 simvol sağda olan simvolu i ilə əvəz eləyirik. Yəni i-ni 10 ilə əvəz eləyirik. Tutaq ki, n-ni həmçinin özündən 5 simvol sağda olan simvolla əvəz eləyirik. F-ni həmçinin özündən 5 simvol sağda olan simvolla əvəz eləyirik. Və yaxud da bunun tərs prosesi də deşifrələmə adlanır. Bu nədir? Bu simmetrikdir. Yəni uzun müddət simmetrik şifrələmə üsulundan istifadə olunmağına baxmayaraq asimetrik şifrələmə üsulundan da istifadə olunur. Asimetrikdə nədir? Asimetrikdə iki açardan istifadə olunur. Yəni şifrələmək üçün ayrı, şifrəni qırmaq üçün, şifrəni açmaq üçün ayrı açardan istifadə olunur. Bizim əsas işimiz simmetriklə olacaq. Yəni bizim hansı suallarla işləyəcəyik? Ayıq o göstərdiyim nümunə, Sezar şifrələmə üsuluna aid suallarla işləyəcəyik. Onlarla bağlı müxtəlif məsələlərə baxacağıq. Bir də son olaraq elektron imza haqqında danışaq. Elektron imza hər hansısa bir şəxsiyyətin elektron dünyada, virtual dünyada tanıdan bir vasitədir. Kimliyini, yəni elektron dünyada kiminsə kimliyini müəyyən edib elektron imza. E-imza da deyilir buna. Bu e-imza səlahiyyətli orqan tərəfindən verilir və bunun doğruluğunu da rəqəmli sertifikat təyin edir. Yəni rəqəmli sertifikat səlahiyyətli orqan tərəfindən kiməsə elektron imza verilibsə, onun doğruluğunu təsdiq edir. Onun açarının doğruluğunu təsdiq edir. Yəni bir sözlə e-imza hər hansısa bir şəxsin elektron dünyada kiminsə, yəni şəxsiyyətini təyin edən vasitə. Bu şəkildə nəzəri olaraq bu qədər. Bunları öyrənərsiniz. Gələn dərsimizdə dərsi oxuduqdan sonra bu testlərə bir-bir baxacağıq. Bunların testlərini.